Nümunədə işlənməyib. Şödə keçmiş zamanda olan feil. Bir qız qarlı qış günündə dibçəkdə bir gül bitirdi. Burada bitirmək feilidir, yəni irleksik şəkilçi. Di şühudi keçmiş zaman şəkilçisidir. Qış fəslinə gülə baxıb ürəyinə yaz gətirdi. Sözün kökü gətirmək yenə də di şühudi keçmiş zamanda, deməli bu işlənib. Qeyri-müəyyən yerli halda olan isim, bəli, qış fəsli, qışın fəsli, qış günü, qışın günü. Buradakı mənsubiyyətlər bizə göstərir ki, ondan öncəki sözlər qeyri-müəyyən yerli haldadır və həmçinin hər ikisi isimdir. İndiki zamanda olan feil. İndiki zamanda olan feilimiz nümunədə yoxdur. Bitirmək sözündəki irleksik şəkilçi oldu. Gətirməkdə sözün elə kökü olduğu üçün cavabımız bu variantdır. Feilin təsriflənməyən forması dedikdə burada qış fəslində gülə baxıb, baxıb, baxaraq feili bağlama şəkilçisidir. Deməli, təsriflənməyən feilimiz işlənib. Qeyri-müəyyən təsirli halda olan isimdə işlənib, gül bitirdi, gülü bitirdi. Gül burada qeyri-müəyyən təsirli haldadır. Həmçinin yaz gətirdi, yazı gətirdi. O da qeyri-müəyyən təsirli halda olan isimdir.